16 Mart 2025-ci ildə DİM sınaq imtahanında istifadə edilən coğrafiya suallarının izahına baxaq birlikdə. 31-ci sual. Əhalinin məskunlaşmasına aid olan proseslərin məntiqi ardıcıllığını müəyyən edək. Regionlardan əhalinin Bakı şəhərinə miqrasiyası, şəhər ətrafı yaşayış məntəqələrinin genişlənməsi, Bakıda qeyri-istehsal sahələrinin üstün inkişafı, yüksək sıxlıq və tıxacların yaranması, sosial və ekoloji problemlərin kəskinləşməsi. Burada təbii ki, Bakıda qeyri-istehsal sahələrinin üstün inkişafı ilə başlamalıyıq ki, digər proseslər də bunun ardınca gəlməlidir. Yəni biz 3 rəqəmi ilə başlamalıyıq. Bakıda qeyri-istehsal sahələri üstün inkişaf edirsə, regionlardan əhalinin Bakıya axını başlayar. Yəni 3-1. 3-1 ilə gedirsə A, D və Y variantlarını silərik. Daha sonra şəhər ətrafı yaşayış məntəqələri genişlənməsi olar. Yəni 3-1-2. Yüksək sıxlıq və tıxacların yaranması, ən sonunda da sosial və ekoloji problemlərin kəskinləşməsi şərtləri ardıcıl olar. Yəni cavab C variantı. Xəritə sxemdə təsvir edilmiş ölkə üçün doğru fikirləri müəyyən edək. Buranın Filippin olduğunu başa düşürük və Filippin üçün uyğun olan variantları seçək. Subekvatorial və ekvatorial iqlim qurşaqlarında yerləşməsi doğrudur. Ruapeho və Apo vulkanları, Ruapeho vulkanı Yeni Zelandiyada olduğu üçün ikinci şərt yanlışdır. Variantları silək. Fəal seismik zonada yerləşir şərti doğrudur. Əhalisi əsasən Çin-Tibet dil ailəsinə aiddir şərti yanlışdır. Belə ki, Filippinlilər, yəni Malay xalqları Avstroneziya dil ailəsinə mənsubdurlar. 4-cü şərt yanlışdır. Sahillərini Sarı və Filippin dənizləri yuyur şərti də yanlışdır. Belə ki, Sarı dəniz çox daha şimaldadır və iqliminə isti okean cərəyanları təsir edir. Şimali passat cərəyanlarını buna aid etmək olar. 1-3-6 cavab B variantı. Azərbaycanda düzən meşə landşaftının yayıldığı ərazilər. Burada intizonal landşaftdan söhbət gedir. Şollar düzü, Qanıq Əyriçay, Lənkəran ovalığı və Kürboy düzənlikləri buna aid eləmək olar. Yəni 1, 2 və 6 cavab Y variantı. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edək. Cape York yarımadası və Ərəbistan yarımadası. Cape York yarımadası Avstraliyanın şimalında, Ərəbistan isə Cənub-Qərbi Asiya regionundadır. Qırmızı qonur torpaqların üstünlüyünü təşkil etməsi subekvator iqlim qurşağında yerləşən Cape York yarımadasına aiddir. Tropik hava kütlələrinin təsiri hər ikisinə aiddir. Belə ki, Ərəbistan tropik iqlim qurşağında, Cape York isə subekvator iqlim qurşağında yerləşdiyinə görə hər ikisinə tropik hava kütlələri təsir edə bilər. Rütubətli əmsalı 0,3-dən kiçikdir şərti Ərəbistan yarımadasına aiddir. Belə ki, ora tropik səhra zonasıdır. Deflyasiya prosesi güclüdür. Küləklərin güclü əsdiyi Ərəbistan yarımadasına aid bir şərtdir. Boksit ehtiyatı ilə zəngindir. Cape York yarımadasına aiddir. Avstraliya bu boksiti Yaponiyaya satır. Və şərq həmkəsində yerləşir şərti hər ikisinə aiddir. Deməli, cavabımız C variantı. Sxemdə verilmiş çayın orta meyilliyi 0,9 metr bölsün kilometr olduğunu bilərək çayın uzunluğunun neçə kilometr olduğunu hesablayaq. Bildiyimiz qədərilə meyillik çayın düşməsinin, yəni mənbə ilə mənsəbə arasında hündürlük fərqinin onun uzunluğuna nisbət edir. Sxemdən kəsmə yüksəkliyinin 300 metr olduğunu görmək olar. Yəni 900 metr və 300 metr hündürlüyə malik olan horizontalların arasında bir dənə də horizontal var. Yəni onların hündürlük fərqi 600, 600 metrdə 2-yə bölsək cavabımız eləcək 300. Deməli, daxili horizontal isə 900 metrdən 300 metr yüksəkdədirsə, deməli olacaq 1200 metr. 1200 metrdən 300 metr çıxsaq, cavabımız olacaq 900. 900 metri nəyə bölsək cavabımız 0,9 almar. Təbii ki, 1000-ə bölsək, yəni cavabımız D variantı.
Xəritə sxemdə ştrixlənmiş ərazilərin landşaftları üçün səciyyəvi xüsusiyyətlər, ceyran çöl və Qobustan zonası üçün lazım olan şərtləri götürməliyik. Burada biz suvarma əkinçiliyin geniş yayılması şərti yanlışdır, çünki orada əkinçilik inkişaf etməyib. Birinci şərtin olduğu variantları silirik. Dağ yarımçələ landşaftı inkişaf edib şərti doğrudur. İkinci şərt bizə lazımdır, yəni D variantını da silək. Qış otlaqları yayılmışdır şərti də doğrudur. Belə ki, qışı mülayim keçən yarımçələ quru çöl iqlimi qış otlaqları olan ərazilərdir. Yəni üçüncü şərt də bizə lazımdır, deməli C variantı da ələnər. Və Neogen dövrünün çökmə süxurlarına rast gəlinir şərti də doğrudur. 2, 3, 4 cavab A variantı. Xəritə sxemdə verilmiş fiziki coğrafi rayonların ümumi əlamətlərini müəyyən edək. Burada Günnüt Qapıcıq və Talış fiziki coğrafi rayonlarından söhbət gedir. Landşaft inversiyası müşahidə edilir. Bu Talış üçün uyğundur, amma Günnüt Qapıcıq üçün deyil. Kiçik Qafqaz tektonik qalxmasına aiddir şərti isə hər ikisinə aiddir. Beləliklə cavab B variantı. Cədvələ əsasən doğru sıraları müəyyən edək. İqtisadi rayon, iqlim tipi və torpaqlar. Abşeron Xızı iqtisadi rayonu yarımçələ quru çöl iqlimində yerləşir və bozqonur torpaqlar bura üçün xasdır. Deməli, birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. Mərkəzi Aran yarımçələ quru çöl Tünd Şabaldı. Tünd Şabaldı dağ ətəyi alçaq dağlıq ərazilərdə olduğu üçün mərkəzi ikinci şərt yanlışdır. Qarabağ mülayim isti boz çəmən. Mülayim isti iqlim tipində boz çəmən torpaq olmaz. Deməli, üçüncü şərt də yanlışdır. Üçüncü şərtin olduğu variantı da silirəm. Şərqi Zəngəzur soyuq dağ çəmən doğrudur. Dördüncü şərti götürdük. Gəncə Daşkəsən iqtisadi rayonunda soyuq iqlim tipi yoxdur. Beşinci şərti silirəm. Qazax Tovuz mülayim isti dağ-qara. Bu şərt də doğrudur. Deməli, cavabımız C variantı. Əhalinin yaş tərkibini əks etdirən diaqramın hansı ölkələrə aid olduğunu müəyyən edək. Birinci diaqramda yaşlıların sayının çox olduğunu görürük. İkinci diaqramda isə az olduğunu görürük. Yaşlıları bu rənglə ifadə eləsək, yaşlıların sayının çox olması demoqrafik böhranın yaşandığı ölkələr üçün xasdır. Yəni, Almaniya, Lüksemburq və Belarus kimi ölkələri buna aid eləmək olar. Birinciyə ADY, deməli ikinciyə BC, cavab Y variantı. Bütün fəsillərin aydın müşahidə edildiyi ovalıqlar. Bildiyimiz qədər bütün fəsillərin aydın müşahidə edilməsi mülayim işıqlanma qurşağında, yəni 23,5 və 66,5 dərəcə coğrafi enliklər arasında olan ərazilərə xasdır. Buna biz Mississippi ovalığını, Lənkəran ovalığını və Böyük Çin düzənliyini aid edə bilərik. Cavab 1-5-6 B variantı. Verilmiş iqlim diaqramının aid olduğu inzibati rayon üçün doğru fikirləri müəyyən edək. Burada biz yağıntının 1036 mm və qış aylarında yağıntının az olduğu, temperaturun isə mənfiyə düşmədiyini görürük. Deməli, biz burada qışı quraq keçən mülayim isti iqlimin hakim olduğu bir yeri görürük. Bir də bir şeyə fikir verə bilərik ki, 1036 rəqəmi ilə əsasən Zaqatala rayonu suallara düşür. 1400-dən yuxarı olan rəqəmlə Lənkəran Talış zonası, 250-300 mm arasında əsasən Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan, Samur Dəvəçi, Kür-Araz ovalığı və Naxçıvan düzənlik əraziləri. Bir də 570-590 rəqəmləri arasında isə konkret Qubanın iqlim diaqramını verirlər. Yəni biz burada 1036 rəqəmi ilə Zaqatalanı qeyd edə bilərik. Qışı quraq keçən mülayim isti iqlim tipi səciyyəvidir. Buradan görürük ki, qış aylarında yağıntı azdır və temperaturda mənfiyə düşmürsə, qışı quraq keçən mülayim isti iqlimdən söhbət gedə bilər. Bir şərtinin olmadığı variantları silirəm. Deməli, ya 1-5 ya da 1-4 variantları qalıb. Dördüncü şərtə baxıram, intrazonal landşaft
yayılmışdır şərti doğrudur. Belə ki, qanı qeyri-çay zonası intrazonal landşaftın olduğu ərazilərdir. 1-4 cavab Y variantı. Uyğunluğu müəyyən edək. Endogen və eksogen. Daxili qüvvələrin təsirindən hansı relyef formaları əmələ gələr? Okean novları, qırışıq dağlar. Yəni birinciyə BD, Kars mağarası, barxanlar və Troq dərələri isə xarici qüvvələrin təsirindəndir. 2-yə ACY cavab Y variantı. Sxemi tamamlayaq. Kaynozoy erasında əmələ gələn dağları və onların yerləşdiyi ölkələri, eyni zamanda ölkələrin xüsusiyyətlərini soruşur bizdən. Avrasiyada Kaynozoy erasına aid olan dağlardan A variantında Karpat dağları uyğundur, B variantında Himalay dağları uyğundur, C variantında Kunlun dağları uyğun deyil. Belə ki, Kunlun dağları Mezozoy yaşlıdır. D variantında Alp, Y variantında Kopet dağ hər ikisi uyğundur. Şimali Amerikada sahil sıra dağlarının yerləşdiyi ölkə kimi biz bura Kanada olduğu üçün ikinci şərtdə biz inkişaf etmiş ölkə seçməliyik. Deməli, A variantında Yeni Sənaye ölkəsi variantını götürmürük. Y variantında inkişaf etməkdə olan ölkə xüsusiyyətini götürmürük. Qaldı B və D variantları. Dördüncü yerə artıq dediyimiz kimi Kanadanı qeyd edə bilirik. Deməli, cavab artıq D variantıdır. Avrasiyada yerləşən Alp dağları isə İsveçrədə yerləşdiyinə görə cavabımız D variantı. Uyğunluğu müəyyən edək. Zeytun, şəkər qamışı və kətan. Əsas becərilmə arealları Braziliya, Hindistan və Kubada yerləşir. Bu şəkər qamışına aiddir. Belə ki, şəkər qamışı rütubətli tropik və subekvator iqlim qurşaqlarında becərilir və bu ölkələr həmin ərazilərə aiddir. Yəni şəkər qamışına A şərtini aid edə bilərik. Yüngül sənayedə xammal kimi istifadə olunur şərti kətana aiddir. Belə ki, kətan lifli bitkidir və parça toxunması üçün, ip əldə edilməsi üçün istifadə edilir. 3-ə B. Aralıq dənizi sahilləri becərilməsi üçün əlverişli şəraitə malikdir şərti zeytuna aiddir. Hətta İspaniya zeytuna görə dünyada birinci yerdədir. 1-ə C. Ukrayna, Polşa, Belarus əkin sahələrinə görə fərqlənir şərti kətana aiddir. Belə ki, kətan mülayim iqlim qurşağının bitkisidir və bu ölkələr mülayim iqlim qurşağında yerləşir. 3-cüyə D. Rütubətli tropik və subekvator iqlimdə becərilir şərti də şəkər qamışına aiddir və ya şəkər qamışını A şərti ilə uyğunlaşdıranda bunu demişdik. 2-ci həm də Y. 1-ə C, 2-yə A-Y, 3-ə B-D şərti A variantındadır. Rəqəmlərlə verilən coğrafi obyektlərə aid ümumi əlamət. Burada biz Madagaskar adasını, Böyük Britaniya adasını və Baffin torpağını görürük. Konvergent sərhəd zonasında yerləşirlər şərti heç biri üçün uyğun deyil. Vulkan mənşəli adalardır deyil. Təbii ki, bunlar hər üçü materik mənşəli adalardır. Sahillərinin isti okean cərəyanları keçir şərti də yanlışdır. Belə ki, Baffin torpağının yanından isti okean cərəyanı keçmir. Əhalinin sıx məskunlaşdığı ərazilərdir. Bunu yenə Baffin adası üçün, Baffin torpağı üçün aid edə bilmərik. Seismik cəhətdən sabit zonalarda yerləşirlər. Şərti hər üç adaya aiddir. Cavab Y variantı. Əhalinin və sənaye müəssisələrinin dəniz sahilinə doğru irəliləməsinin dünya okeanında yaratdığı qlobal ekoloji problemlər. Dünya ölkələri ilə əlaqələrin genişlənməsinə mane olur. Şərti yanlışdır. Belə ki, dəniz sahili mövqe əslində digər ölkələrlə əlaqəni sıxlaşdıra bilər. Dünya okeanında duz istehsalı azalır, okean suları çirklənir şərti. Okean suları çirklənə bilər, amma duz istehsalının azalması kimi bir fikir doğru deyil. İnsanlar dünya okeanının təbii resurslarından daha çox istifadə edir, okean səthində buxarlanma artır. Okean resurslarından daha çox istifadə etmək olar, amma bu okean səthindən buxarlanmanın artıb azalmasına təsir etməz.
Okeanın təbii sərvətləri tükənər, okeanın suları sürətlə çirklənən şərti isə uyğun ola bilər. 46-ya D variantı. Uyğunluğu müəyyən edək. Şimali Afrika, Avstraliya, Yaponiya və Koreya Respublikası. Yanacaq enerji ehtiyatı ilə zəngindir şərti Şimali Afrikaya aiddir. 1-ə A. Daş kömürü və filiz faydalı qazıntıları çoxdur, Avstraliyaya aiddir. 2-yə B. Mineral xammalla zəif təmin olunduğundan tələbat idxal hesabına ödənilir şərti təbii ki, Yaponiya və Koreya üçün xas olan 3-ə C. Dünyanın mütləq maksimum temperaturu ərazisində qeydə alınmışdır. Tripolidə, Şimali Afrikada 1-ə D. Hasil edilən xammalın çox hissəsi Şərqi Asiya ölkələrinə, əsasən də Yaponiyaya ixrac edilir. Bu Avstraliyaya aiddir. 2-yə Y. Cavab A variantı. Kəsmə hündürlüyü 4 metr olarsa, A və B məntəqələrin mütləq hündürlüklərini hesablayaq. Gördüyümüz qədər 3 horizontaldan ibarət bir sxem verilmişdir. B məntəqəsi daha yüksəkdir, A məntəqəsi daha alçaqdadır. 12-nin üstünə 4 gəlsə B olacaq 16, A isə olacaq 8. Cavab B variantı. Türyançay və Tərtərçay üçün ümumi xüsusiyyətləri müəyyən edək. Hövzəsi 2 təbii vilayətdən Mənsəbi yarımsərə Qoçulu iqlim tipində yerləşir şərti doğrudur. Çünki Türyançay Böyük Qafqaz və Kür dağları çökəkliyi, Tərtərçay isə Kiçik Qafqaz və Kür çökəkliyi təbii vilayətlərində yerləşir. Qidalanmasında qar və buzlaqların ərintili suların payı çoxdur şərti hər iki çay üçün uyğun deyil. Üzərində iri seslər tikilmişdir şərti də doğru deyil. Türyan çayının üzərində ses yoxdur. Kür çayının qolları da şərti doğrudur. Mənsəbində yerləşdiyi inzibati rayonlar həmsərhəddir. Bərdə və Zərdab rayonlarını nəzərə alsaq, bu doğrudur. Cavabımız 1-4-5 C variantı. Qəbələ rayonunda 2005-ci ildə şəhər əhalisinin sayı 11.600 nəfər, 2009-cu ildə isə 32.000 nəfər olmuşdur. Bu dövr ərzində şəhər əhalisinin orta illik artımını hesablayaq. Öncə biz aradakı fərqi tapmalıyıq. Yəni 32.000-dən çıxmalıyıq 11.600-ü. Eləyəcək 20.400. Və bu 20.400 nəfər 4 il ərzində artmışdır. Ona görə də biz 20.400-ü 4 ilə bölməliyik. Cavabımız olacaq 5100. Cavabı da 1000 nəfərin istədiyinə görə 5100-ü 1000-ə bölsək cavabımız eləyəcək 5,1. Cavab A variantı. Qapıcıq, Kömürgöy və Qamışdağ üçün ümumi əlamətlər. Qar xəttindən yuxarıda yerləşirlər şərti Kömürgöy üçün uyğun deyil. Kiçik Qafqaz tektonik zonasına aiddirlər şərti isə hər 3 zirvə üçün uyğundur. Mülayim isti iqlim tipi hakimdir, Qapıcıq və Qamışdağ üçün uyğun deyil. Ölkəmizin qərbində yerləşirlər şərti Kömürgöy üçün uyğun deyil. Yerləşdikləri təbii vilayətin ən hündür zirvələridir şərti doğrudur. Aid olduqları silsilədə vulkan mənşəli süxurlar yayılmışdır şərti də doğrudur. Cavab 2-5-6 A variantı. Dövlət qurumuna malik olmayan türk xalqları. Noğayların dövlət qurumu yoxdur. Çuvaşların Çuvaş Respublikası var. Karayimlərin dövlət qurumu yoxdur. Şorların dövlət qurumu yoxdur. Başqırtların Başqırdistan, Qaraçayların isə Qaraçay Çərkəz Respublikası var. 1-3-4 cavab D variantı. Tropik xətti ilə kəsişən adaları müəyyən edək. Fiziki xəritəyə diqqət etsək görərik ki, Madagaskar və Tayvan adaları tropik xəttlərlə kəsilir. Cavab 1-2. Şahdağ və Bazardüzü zirvələri arasında atmosfer təzyiqinin fərqini hesablayaq. Bazardüzü zirvəsinin hündürlüyü 4466, Şahdağ isə 4243 metrdir. Arada 223 metr hündürlük fərqi var. Hündürlüyü təzyiqə çevirmək üçün 10-a bölürdük. Cavabımız 22,3. Monqolistan və Qazaxıstanın təsərrüfat strukturuna aid olan əlamətləri müəyyən edək.
Xarici iqtisadi əlaqələrində dəniz limanları mühüm əhəmiyyətə malikdir. Heç birinin dünya okeanına çıxışı yoxdur. Monqolistanın heç dənizə belə çıxışı yoxdur. Birinci şərti götürmürük. Ərazisində cavan platforma yerləşir şərti Qazaxıstan üçün uyğundur, amma Monqolistan üçün uyğun deyil. Arid iqlim şəraitində ekstensiv otlaq heyvandarlığını inkişaf etmişdir şərti hər iki ölkə üçün uyğun olar. Şirin su ilə təminatda problemlər mövcuddur şərti hər iki ölkə üçün uyğundur. Neft və təbii qazın iri ixracatçısıdır şərti hər iki ölkə üçün uyğun deyil. Rusiya və Çinlə quru sərhəddə malikdir şərti isə hər iki ölkə üçün uyğundur. Cavab 3, 4, 6. Xəritə sxemi əsasən 1-ci və 4-cü rəqəmləri ilə göstərilən ölkələrin 2-ci və 3-cü rəqəmi ilə göstərilən ölkələrdən fərqli xüsusiyyətləri müəyyən edir. 1-ci rəqəmlə Finlandiya, 4-cü rəqəmlə isə Macarıstan ölkələri verilmişdir. 2-ci rəqəmlə Belçika, 3-cü rəqəmlə isə Avstriya ölkələri verilmişdir. Unitar inzibati ərazi quruluşuna malikdir şərti doğrudur. Belə ki, Finlandiya və Macarıstan unitardır, Belçika və Avstriya isə federativdirlər. Birinci şərti götürürük. Demoqrafik keçidin 4-cü mərhələsi xarakterikdir şərti bu ölkələrin əksəriyyəti üçün uyğundur. Şərqi Avropa ölkəsidir. Finlandiya Şərqi Avropa ölkəsi deyil. Dağlıq relyef üstünü təşkil edir. Finlandiyada dağlıq relyef üstün deyil. Və əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə aid deyil şərti doğrudur. Belə ki, Finlər və Macarlar Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddirlər. Cavab 1, 5. Uyğunluğu müəyyən edək. Küləklər və təsir göstərdiyi ərazilər. Musson küləkləri Sarı dənizə və Saxalin adasına təsir edir. Yəni birinciyə B, D. Cənub-şərq, yəni qütb küləkləri təsir edir. Weddell dənizinə 2-yə Y və Passatlar təsir edir Madagaskara və Çad gölü hövzəsinə AC. 3-ə AC. Materiklər təbii şəraitinə görə bir-birindən fərqlənir. Təhlil edəcəyimiz A materiki müxtəlif işıqlanma quşaqlarında yerləşir və onun şərqindən qurunun ən böyük sınma, qırılma xətti keçir. Biz artıq bu fikir ilə söhbətin Afrikadan gedəcəyini anlaya bilərik. Belə ki, Şərqi Afrika sınma zonası Afrika materikinin şərqindədir. A materikində sahəsinə görə ən böyük X gölü platformanın əyilmə zonasındadır. Afrikanın platforma zonasında yerləşən ən böyük gölü Viktoriyadır. Nisbətən dayaz olan bu su hövzəsi okean səviyyəsində 1134 metr yüksəklikdə yerləşir. Göllə eyni regionda yerləşən vulkan mənşəli dağ materikin ən yüksək zirvəsidir. Söhbət Kilimancarodan gedir, 5895. Bu dağın ekvator xəttinə yaxın yerləşməsinə baxmayaraq, zirvəsində temperatur il ərzində 0 dərəcədən aşağı olur. Çünki ekvatorial ərazilərdə qar xətti 5000 metr kimi götürülür şərt olaraq. Bu dağın isə 5895 metr hündürlüyü var. Gölün yerləşdiyi regiondakı ölkələrin bəziləri dünya okeanına çıxışı var. 58-ci sual. Mətnə əsasən A materikinin və X gölünün adını, bu gölün xüsusiyyətlərini müəyyən edib cədvələ yazaq. Artıq söhbətin Afrikadan getdiyini bilirik. Afrikanın şərqində Şərqi Afrika sınma zonası yerləşir və onun ən böyük gölü sinkronal əyilmə zonasında yerləşən Viktoriya gölüdür. Viktoriya gölündən cənub-şərqdə Kilimanjaro vulkanı Afrikanın ən yüksək nöqtəsidir, 5895 metrdən. Deməli, materikimizin adı Afrika, gölümüz isə Viktoriya. A materikinin ən yüksək dağının cənub yamacının daha çox istilik və istilik aldığı ayları, zirvə ilə X gölünün səviyyəsi arasında təzyiq fərqini
və X gölünün şərq sahilində formalaşan iqlim qurşağının müəyyən edək. Gördüyümüz qədərilə Kilimanjaro zirvəsi ekvatordan cənubda yerləşir və onun cənub yamaclarından daha çox istilik və işıq alması üçün Günəşin ondan daha cənubda, yəni cənub tropiki ərazisində olması lazımdır. Günəşin cənub tropikində olduğu dövr dekabr ayına uyğundur. Bundan əlavə biz noyabr, dekabr, yanvar, fevral aylarını da misal göstərə bilərik. Bundan əlavə iqlim qurşaqları xəritəsində materikin şərq hissəsində, yəni Viktoriya gölünün və Kilimanjaro zirvəsinin olduğu yerdə subekvatoral iqlim qurşağının formalaşdığını görə bilərik. Yəni burada biz dağın yamacına, cənub yamacına daha çox işıq və istilik düşən ayları noyabr, dekabr, yanvar, fevral kimi götürə bilərik. Zirvə ilə X gölünün arasındakı təzyiq fərqi 5895 metrdən 1134'ü çıxsaq, cavabımız 4761 metr eləyər. Hündürlüyün təzyiqə çevrilməsi üçün ona bölmək lazımdır. Yəni 476,1 mm civə sütunu təzyiq fərqi formalaşar. X gölünün şərq sahilində formalaşan iqlim qurşağında subekvatoral olduğunu xəritədən göstərmişdik. Mətnə əsasən A materikinə və X gölünə aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazaq. A materiki müxtəlif işıqlanma qurşaqlarında yerləşir şərti var. Belə ki, Afrikanı həm şimal, həm də cənub tropiki kəsdiyinə görə o, tropik, şimal və cənub mülayim işıqlanma qurşaqlarında yerləşir. Onun şərqində qurunun ən böyük sınma zonası Şərq Afrika sınma zonası yerləşir ki, bayaq onu xəritdə göstərdik. Viktoriya gölünün şərqində yerləşən bəzi ölkələrin dünya okeanına çıxışı var şərti vardır. Belə ki, burada Kenyanın və Tanzaniyanın okeana çıxışı var. Ehtimal ki, bu sualları yazmaq üçün cavab kağızında bir cədvəl hazırlanıbdır və bu şərtləri cavaba köçürtmək olar. Qarşıdan gələn blok imtahanında hər kəsə müvəffəqiyyətlər.